Çölünüzə pirajki düşüb, ancaq istidə bişirməyə tənbəllik edirsinizsə, sizlər üçün çox ləzzətli pirajki dadında pambıq kimi yumuşaq kartoflu börək hazırladım. Suda bişirdiyim kartofların üzərinə zövqə görə duz, qara istiot və 1 yemək qaşığı qədər duru yağ əlavə edib əzirəm. Xəmir üçün 200 ml stəkanla 3 stəkan unun üzərinə 1 çay qaşığı duz, eləcə də 1 çay qaşığı quru maya əlavə edib qarışdırıram. Üzərinə ilıq su və 1 yemək qaşığı duru yağ əlavə edib yumuşaq xəmir yoğururam. Belə bir xəmir alınır. Xəmirin üzərini örtüb kənarda 10 dəqiqə gözlədirəm. Xəmir biraz özünə gəldikdən sonra 2 bərabər hissəyə bölürəm. Dəzgahın üzərini unlayıb xəmiri kündələyirəm. Daha sonra ilk kündələdiyim xəmirdən başlayıb yayıram. Yaydığım xəmirin üzərinə ərinmiş yağ tökürəm və yağı yuxanın hər tərəfinə gələcək şəkildə yayıram. Daha sonra isə qatlayıram. Xəmiri kitab formasında qatlayıram və gördüyünüz bu qayda ilə salfan torbanın üzərinə qoyuram. Digər xəmiri də bu qayda ilə hazırladıqdan sonra hər ikisinin üzərini də salfan torba ilə örtüb soyuducuda təxmini 1 saat gözlədirəm. Soyuducunun dondurucu hissəsində gözlətmək lazımdır ki, xəmir bərkisin. Daha sonra dəzgahın üzərini unlayıb xəmiri yenidən yaymağa başlayıram. Bu zaman çox da un vurmağa ehtiyac yoxdur. Çalışan yayan zaman az undan istifadə edin. Bu zaman xəmiri dörtgünc formasında yaydım. Daha sonra xəmirin üzərinə hazırladığım kartof püresini qoyuram və beləcə qaşıq vasitəsilə yayıram. Digər yuxanı da kənarda bu qayda ilə yayıb
pürenin üzərində yerləşdirirəm. Xəmiri bıçaq vasitəsilə tən yarıya bölürəm. Daha sonra isə uzunca formada kəsirəm. Kəsdiyim xəmirləri buraraq soba listinin içərisinə yerləşdirirəm. Bu qayda ilə hazırladıqdan sonra soba listinin içərisində özünə gəlməsi üçün 15-20 dəqiqə gözlədirəm. Sonda isə üzərinə yumurta çəkirəm və qara çörək otu tökürəm. Börəkləri əvvəlcədən qızdırılmış 200 dərəcəlik sobada alt-üst rejimdə bişirirəm. Artıq mənim kartoflu börəklərim hazırdır. Üzəri xırçıltılı, içərisi pambıq kimi yumşaq, ləzzətli börəklər alındı. Əziz xanımlar, əgər siz də mənim reseptimi bəyəndinizsə, resepti yaxınlarınızla bölüşməyi və mənə abunə olub dəstək olmağı unutmayın. Sağ olun, görüşərik.